Qadın ucuzlaşdı, qoyun əti bahalaşdı. Abır həya yoxa çıxdı, yağışlar azaldı. Əxlaqsızlıq çoxaldı, bərəkət azaldı. Çalıb oynamaq çoxaldı, nemətlər azaldı. Bəs biz görəsən harda pozulduq? Harda səhvə yol verdik? Allahın kitabından uzaqlaşıb böyük ekranlar qoyduq evlərimizə. İstər evlərimizdə, istərsə də cibimizdə gəzdirdiyimiz ekranlar bugün böyük fitnə qapısıdır. Seriallarla, filmlərlə, əyləncə adı altında ruhlarımızı zəhərləyirlər. Öncədən dilə gətirməyə utanılan şeylər bugün ekranlarda alqışlanır. Ailə sistemini dağıdıb haramı normallaşdırırlar. Və bunu elə bir ustalıqla edirlər ki, seyr edən insan bunun fərqinə belə varmır. Öncədən zina gizlədilirdi. İndi isə açıq-aşkar senariləşdirilir və bizim evlərimizdə arvad uşaqlarımıza izlədilir. Öncədən məhrəmiyyət qorunurdu, indi isə qınaq obyektinə çevrilib. Və sən də bu çirkabın içinə gülərək girirsən. Zehnini bu çirkin seriallara təslim edirsən. Sənin uşaqlarını o seriallar tərbiyə edirlər. Əxlaqını pozub iffətini unutdururlar. Ənfal surəsində Allah Sübhanahu və Teala buyurur ki, kafirlər mallarını insanları Allahın yolundan azdırmaq üçün xərcləyərlər. Yəni onlar bugün pullarını əxlaqı çöktürən, iffəti, abır həyanı unutduran böyük büdcəli seriallara, reklamlara xərcləyirlər. Bu zəhər sadəcə səni və uşaqlarını zəhərləmir. Eləcə də o uşaqlardan gələcək nəsli də abır həyadan, iffətdən, əxlaqdan uzaqlaşdırır. Və beləliklə də bütün nəsil zəhərlənmiş olur. Bu bir savaşdır. Mərmi ilə deyil, seriallarla edilən savaş. Mərmi insanın bədənini öldürər. Ancaq bu seriallar və verilişlər insanın canından da dəyərli olan namus hissini, əxlaq və iffət hissini öldürür. Ey insanlar, övladlarınızın gözlərini harama açmayın. Özünüzü bilə-bilə alovun içinə atmayın. Ekranı deyil, Qur'anı açın. Senarilərlə deyil, sünnə ilə yaşayın. Çünki bugün izlədiyin bir serial səhnəsi sabah sənin həyatına çevrilə bilər. Qızının həyatı izlədiyin o serial səhnələrinə çevrilə bilər. Sevgi, məhəbbət kimi süslü-püslü sözlərlə pozğunçuluğu təbliğ edirlər. Ərini sevmədiyi üçün başqa kişiyə qaçan qadın və yaxud da uşağının hansı kişidən olduğuna əmin olmayan, DNA testi ilə bilən qadın. Bütün bu pozğunçuluğun adı serial vasitəsilə olub müasirlik və məhəbbət. Ey insanlar, evinizi məscidə çevirin, kinoteatr zalına deyil. Qəlbinizi Quranla doldurun, serial səhnələri ilə deyil. Unutmayın ki, izlədiyiniz və izlətdirdiyiniz hər şeydən sorğuya çəkiləcəksiniz.